hanı mənim balam? Cavab ver, hanı mənim balam? Aç gözünü, cavab ver, hanı mənim balam? Ay xanım! Cavab ver mənə, neylədin onu? Neydirsiniz? Görmürsünüz o yazıq nə haldadır? O qəzaya düşüb, iflic olub, danışa bilmir. Necə yəni danışa bilmir? Danışmayacaq indi bu. Ola bilsin nə vaxtsa danışsın, ancaq indi görmürsünüz o nə vəziyyətdədir? Kazım. Hanı mənim oğlu? Qurban olum Kazım. Hardadır mənim balam? Yalvarırım sənə, mənə bir işarə ver. O vaxt sən mənim balamı alıb apardın, zibilliyə attın, hə Kazım? Sən nənəm mənə bir işarə ver, bilmirəm, əlini tərpət, başını tərpət, gözünü yum Kazım, mənə bir işarə ver. Heç olmasa mənə bir dəfə ömründə yaxşılıq elə, nə olar Kazım? Bax özünə. Bax özünə Kazım, bax. Görürsən. O vaxt sən mənim xəstə balamı əlimdən alıb apardın, dedin, daundur, bundan bizə övlad olmaz, bundan bizə uşaq olmaz. Ölənə kimi ömrümüzün axırına kimi xəstə uşağa baxa bilmərik. Amma indi bax, özün ölənə kimi bu arabaya möhtacsan. Sənə nifrət edirəm, başa düşürsən, nifrət edirəm sənə. Amma nifrət eləyə ömür boyu sənə qulluq elədim. Bilirsən niyə? Oğluma görə. Bir gün yaxşı olarsan, balamın yerini deyərsən deyə. 20 ildir Kazım, 20 ildir sənə görə mən balamı nə qoxlaya bilirəm, nə görə bilirəm, nə boynunu qucaqlaya bilirəm. Hamısı sənə görədir, başa düşürsən? Hamısının səbəbkarı sənsən Kazım, sən. Nifrət edirəm sənə, nifrət edirəm. Hamısı sənə görə oldu, başa düşürsən? Sənə görə oldu, sənə görə. Ha ha ha.